Əli çox mehriban bir uşaq idi. Amma bir gün elə bir hadisə baş verdi ki, o ömrü boyu unutmadığı bir dərs aldı. Görəsən nə olmuşdu? Əli top oynayarkən top qonşunun pəncərəsinə dəydi. Şüşə sındı. Əli çox qorxdu. Qonşu bayıra çıxıb soruşdu: "Bunu kim etdi?" Əli qorxduğu üçün dedi: "Mən etmədim." Halbuki bunu özü etmişdi. Əli evə getsə də ürəyi rahat değildi. Oyuncaqlarıyla oynaya bilmirdi. Yemək də yemək istəmirdi. Çünki yalan danışmışdı. İnsan yalan danışanda vicdanı onu narahat edir. Biraz düşündükdən sonra Əli qərar verdi. Qonşunun yanına qayıtdı və dedi: "Bağışlayın, şüşəni mən sındırdım. Qorxduğum üçün yalan danışmışdım." Qonşu gülümsədi və dedi: "Səhvini etiraf etdiyin üçün sağ ol. Doğru danışmaq həmişə ən gözəl seçimdir." Əlinin ürəyi yüngülləşdi. Artıq özünü rahat hiss edirdi. Hər insan səhv edə bilər, amma ən gözəl insan səhvini etiraf edib doğru danışandır.